Həyəcanlı psixotip kimdir? Bu psixotip təməl emosiyasını, qorxu hissi təşkil edən, gözə çarpmayan, asta yeriyən və tək gəzməyi sevən adamdır. Yeniliyi xoşlamır və gözəl icraçıdır. Bu tip qadın kosmetikaya meyilli deyil və utanır. Bir qayda olaraq istənilən vacib işə başlamadan qabaq həyəcanlanır. Hər zaman və hər yerdə xeyirxah olmur və kobudluğa qarşı çox həssasdır. Bəziləri hədsiz məsuliyyətli, bəziləri isə vasvası ola bilər. O təhlükələri qabaqcadan görür və ondan uzaqlaşmağı bacarır. Həyəcanlı tip boz, göy, qəhvəyi rəngli paltarlara üstünlük verir və arxa planda qalmağı xoşlayır. Bir sözlə onun taktikası tısbağa mövqeyinə uyğundur və həmişə çalışır ki, başını çanaqda gizlətsin. Qorxu ilə əlaqədar olaraq hadisələrin sonunu həmişə neqativ proqnozlaşdırır. Məsələn, hava nəinki yağacaq, hətta tufan qopacaq. Şüarı budur. Məni sakit buraxın. Hörmətli izləyici, bu tip sizə hansı tanışınızı xatırlatdı?